İlk pomidor diyen bana. Pomidor. Pomidor diyen bana. Salamlar. Necəsiz? İnşallah yaxşısınız. Allahın köməkliyi ilə. Deməli, biz bir neçə gün fasilə vermişdik yeni ildən öncə. Yəni yeni ilin son həftəsinin əvvəllərində və sonradan, amma buna baxmayaraq Zeynəb halsız olsa da, Zeynəb xəstə olsa da özünü toparladı. Çox şükür və s. və s. Çox çətinliklərlə gəldi və dekabrın 31-idir. Və bu günləri saat 12-dən başladı. Yeni ilə start verdik hazırlıqlarına. Zaten öncədən, bir gün əvvəlcədən salatları falan və yaxud da ki hədiyyələri, pakovkası falan hamısını eləmişdik. Amma yeməkləri qalmışdır. Deməli, bugün aş pişirəcəm, bastırmalı aş pişirəcəm. Bunun üçün harca 2 kilo yarım, 2 kilo soğan. Bunları qəşəng halqa doğradım, hazırladım. Hə, Keşan. Mən danışım, Keşada sizə hay verir. Hə, halqa doğradım. Qəşəngcənə duzlu, istiyotlu, ədviyyatlı elədim, qarışdırdım və nar şarabda bunu öldürdüm. Döydüm, bastırdım, yəni öldürdüm. Ondan sonra geçdim toyuğa. Toyuğun deməli, biz toyuqlu bastırma sevirik. Çünki mənim uşaqlarım ət yemirlər. Yəni əti dolmadan başqa, küftədən başqa heç bir yeməkdə yemirlər. Ona görə məcbur toyuqdan eləyirəm. Neynim uşaqlarım yesin deyə. Neysə, qəşəngcənə bastırma elədim. Toyuğu da qəşəngcənə duzladım, istiyotladım, hazırladım, qoydum. Bunu yarım 1 saat soyuducuda gözlətdim ki, dadı, tamı və ləzzəti qarışsın bir-birinə. Həm də soğanda ölsün. Aşı o zamana qədər, 1 saata qədər aşı qəşəngcənə kənarda düyüsünü süzdüm və bastırmanı hazırlayıram inşallah. Ondan sonra da keçəcəm kababa. Kababın ətini hazırlamağa başlayacağım. Soğanı hər tərəfinə yaydıqdan sonra və ətlərini bu formada düzürük. Təbii ki, indi sizin özünüzdən asılıdır. Bizdə yəni bu formada eləyirik, hərə bir cür eləyir. Bunu da deyim, biləsiz. Toyuqlar da qalmışdır. Bunları da qoyaq bu formada. Qəşəngcənə bunlar pişsin. Və bunu göstər. Baxın, görürsünüz, suyu qalıb. Təbii ki, bunun suyunu çox boşaltmayacağım. Çox az miqdarda buxarlanması üçün. İndi orada da bir iraq tutacaqsın. Ay, bunun suyu nəyə tökürsən? Ay, nə bilim də. Bir amca. Su. Qaba bu. Deməli, aşın deyirəm, kababın toyuğunu yudum, təmizlədim və yığdım. Əlimin dırnağımın sarılığına baxmayın. Sar kökdəndir və kabab hazırlayırıq. Buna öncədən bastırma eləyirik ki, yumuşalsın. Diyəcək, sarkök niyə? Amma mən sarköklü. Yəni sarkök ümumiyyətlə insan orqanizmə çox xeyri var. Mayonezini deməli, duzunu və ketçup. Və ketçupunu. İndi biz bunu, siz mənə fikir verməyin, ürəyə istəyir, vilka ilə qarışdırın, ürəyiniz nəyinə istəyir eləyir. Mən əlimlə eləyirəm, çünki özümüz yeyirik, zaten bu əllərdən yemək pişiririk. Biraz yuxarıdan tutdu. Hə, mən bunu çevirim.
saxlayın deyin. Deməli bu ət otudur. Bunu mən kebaba vuranda, yəni ümumiyyətlə ət yeməklərində, tvoroglu yeməklərində mən istifadə edirəm. Biraz yuxarıdan tut. Çox ləzzətli və dad verir. Əsl kebabın deyə bilərəm ki, malıdır. Aşımızı süzdük, düyümüzü pişirdik kənarda. Tam pişirmirsən, yüngülcə qalmalıdır ki, dəm alanda yumşalsın. Və bunu bu formada yayıram. Qara qalır altda. Soğanları altdan özüm. Ocağımız qalandı və şişlərimiz də hazırlanacaq. İnşallah kebabımızı hazırlayaq. Və kocişim salam elə izləyicilərim. Kebab ən xeyirli şeydir. Sən yağda pişirir. Qızardırma. Közdə pişir, yeyirsən. Bəh, bəh, bəh. Yeniniz mübarək. O biraz çəkdi o tarafa. Biraz ama aşağı çək. 3 dənə qoydum. Burada qaynanam qəşəngcə şişə toyuqları çəkir kebablığa və kartoflar da yüngülcə soyutma kartoflar eləmişdim. Tam siz o yumuşaq soyutma yox, yüngül bişən kartof eləmişdim. Onları da şişə çəkəcək qaynanam inşallah və bişirəcəyik. Və ilk dəfədir ki, özümüz kebab çəkirik. Həmişə qarışıq olub, necə deyək, çoxluqla bişirmişik. Amma bu səfər ilk dəfədir ki, tək özümüz çəkirik. Yəni yoldaşımla qaynanam çəkir və biz də ən çətin işi görəcəyik, yeyəcəyik. Birazdan böyük qardaşım gələcək bizə və stolu çəkməyə kömək edəcək. Mənim qoxuna yox, zaldakı yemək stolum, abedli stolum çox ağırdır deyə onu mənim gücüm çatmır, götürəndə belim ağrıyır sonra. Ona görə qardaşım öncədən gələcək, sonra atam və o bir qardaşımın ailəsi bir yerdə gələcəklər. Allahın köməkliyi ilə. Yəni şərt deyil siz İminnoy bayramı gözləyəsiniz, bir yerdə oturub yığılasınız. Hər an siz onu edə bilərsiniz. Allah sağlam ömür versin. Amin amin. İnşallah necə deyim, heç bir evdə kədər, qəm, qüssə olmasın. Kədər də olsa sevincdən olsun. O sevinç göz yaşları axsın hamısının evində. O işte telefonum. Allah. Ha. Ha. Be. Ahıcı şeytan kıçın qırdıq. Qaynana kebab pişirir. Mən onu. Kömür atdım. Yaxşı kömür alacaqdıqsa taxtanı yeyirdik. Taxtanı alışdırdık. Taxtanın içində kömürləyə alışdırdık. Evet. Bu da kocişim iş başında. Bu da geynənəm. O da iş başında. Hamı iş başındadır. Qalanlar da buradadır. Kartof da eləmişik. Toyuqla kartof eləyirik biz bugün. Ben de öyle çek. Hələ dəymə. Sən dəymə. Şey çəkəyim. Orada. Başladı. Hayır, ben yemek yakın. Abim bana bir daha. Buna bakın. Sen bir tarafı çek. Saxlayın da keçin.
Keçin. İleri bastı. Saxla. Koy. Koy. Eldar. Salamlar. Selam. Bayram mübarək ata. Başıma dönərəm. Bacısına gəlib kömək eləməyə. Mənim aşkımdır aşkım. Son sevda. Gətir onlardan. Getir. Nə var idi? Narlı Salam de izləyicilər. Sağ ol. Orada narlı mesela var idi. Salamlar. Bayram mübarək Yağmur. Sağ ol sen de böyle. O soku qoy ora atam. Hə. İzleyicilerimizden kıdıramalara Bu bakalım. şampandır. Pastalardır. Hə, onu ortaya qoy Eldar. Başqa yenə qazlı su olmalıdır. Getir. Eldar onu bunu başa dönərəm. Bunu bura qoy ha. Ha, o koy. Bunu saat 12-də partladacağıq. Aynen. Getir. Yenə olmalıdır. Ne var? Yoxdur. Bütün izleyicilerimizin yeni Nirey'den tebrik edirik. Mirimal size güzel dolu dolu geçmek nece gelsin. Ne bir ailenizle girin, sevdikleriniz olsun onun yanında, istedikleriniz her kabiliyete sahip olasınız. Yani yaxşı kabiliyetlere sahip olasınız. Neyse. Bağlı sözüm qutarsan. Ay yaxşıdır. Belə olur da. Bəli, bəli. Sen. Hələ axşam qızlar buranı belə bəzədilər. Buranı belə elədik. Buradan belə bir şey sallatdıq. Sonra buranı belə elədik. Zərlər atdıq və yolkanı keçirtdik bura. Gözəlliyimizi bura keçirtdik. İndi bunun qarşısına hədiyyələrimizi düzəcəyik. Amma indi yox. Biraz daha. Biraz da. Biraz daha. Həm kababın dadına baxmağa. Yani boşqab gətirəm də, dünyamıza. Yox, mən əslində şişdən xoş deyirəm yeməyi. Tay şişerden. Belə çəkib belə ləzzətlə yeyirsən. Bəh, bəh. Bir şu pişmiyor. Çörəyin üstünə qoy arasına. Mən oradan qopardım yeyim. Ver. Bəh, bəh. Bəh. Kababın gözəlliyinə baxın, qıpqırmızı. Yağmur, bu kola. Sizi çəkmirəm qoy. Ne? Yağmur, bax çayımı içirəm bax. Bayaqdan deyir ki, çayımı içəməyəsən, bax çay içirəm. Bizi bunlar qurtqalar yiyir. Saltın ayağa patlatmalıyım. Yes, hara gedirsiniz belə? Sen de alsın sen. Bir nömrə çıxdı. Belə başım fırlat. 2 nömrə çıxdı. 3-cü nömrə çıxdı. 4-cü nömrə çıxır. 3-cü nömrə nənəmiz gedir. Yox, 4-cü nömrə idi. Deməli başladı. Hazırlaşıblar. Yoldaşım. Deyəm. Nə satarsan ha? Oo, gözəllik. Ha. Yes. Yes. Wow. Ona qədər gedirsən. Biraz o tarafa tut. Ha. Yes, bizimkidir. Biraz o tarafa. Aşağıya biraz. Şu. Böyle geçin. Bayramınız mübarek. Nasıl? Wow! Böyle dur. Düşsün. Oo! Allah
Allah sağlam ömür ver ya Rəbbi. Çatdır. Normal təbriklər. Tam olarak ne demek gözlüysen? Sade bir insana. Az yaşayırıq. Yaxşı, təbriklər olsun. Necə belə bayramlara çıxasın. Əziz tamaşaçılar, əziz izləyicilər, əziz insanlar. İyi geldi. İlk pomidor diyen bana. Pomidor. Pomidor diyen bana. Sabahta demiştim. Nə? Ben geçer hasta olmuştum. İyi mübarek olsun, mübarek olsun. Çay içmişim. İmkan ver də. Nə? Gəl. Təbrik edirəm. Amma yeni ildə Möhkəmdən çək. Ama bir Heç nədir? dedim də amma yeni ildə xoş günlər olsun. Evet. Bayrak mübarek olsun, seviyor bayrağı çıkar. Zeynəb yoxsa gəlir. sözden. Təbriklər, yeni iliniz mübarək olsun. Ahırcı mı geçen evimde olmuştum. Ha. İnşallah gələn il bu vaxtı 2027 qeyd edəndə izləyicilərimiz daha çox olar. Ben bir tane çek. Sinek için 9. üyesi oldum. Çünkü ahırıncı defa geçen evimde olmuştum. Sinek sokak çocuğuyum artık. Çak. İnşallah 2027'ye 3000 doları. Hadi bay. Gidərik. İnşallah 3000-dən çox olar. İnşallah. De. Kulaqlarınızı tutun. En büyük olsun da söz. Dayanın sakit. Baba saxla onu. Heç onu çəkə bilmədim partlamağını. Mama içirsən sən? Yox. Sən də özü də gətir. Şampan partlatdıq. Prosta təəssüf ki, şampanın bum səsini çəkə bilmədik. Zeynəb də oradan hədiyyələrini əlinə alıb gözləyir növbəsini. Gəlin Rumkar. Yeni iliniz mübarək. Bayrak olsun, müteşe bayrak çıkar. Amma bunu sən çox şey eləmə ya, sonra adamı silkələyir. Sonradan pis günə qoyur. Şey olsaydı içərdik də, prosta gəl. Bunun üçün etəs bunu yerləşdiriblər, ha, boşundan bunu yerləşdirirlər. Onunla daha öncəsi yox. O da bunun ağzına ise koymalı axı uçmasın. Bu koymur axı. Aa, şişirik. Buna Şişir çıxandan sonra şişir qapağı. çıxmadı da bilmirəm. Girmədi. Nəsə başqa bir şeyimiz var. Bilmirəm, baxaram ora, söz vermirəm, baxaram. Ən uzağı qapaqlı bir şey tökərəm butulka. Sən belə qalarsan, necə tutacaqsan? Su 27 gibi. Yeni iliniz mübarək, xeyirli, uğurlu, ruzlu, bərəkətli və sağlıqlı gəlsin inşallah. Allah bütün xəstələrə şəfa, darda olanlara yardım. Amin inşallah. Övlad həsrətində olan ailələrə, o evlərə, çocuklar, uşaq səsi nəsib etsin inşallah. Gözü yolda qalan əskər analarımızın övladları sağ-salamat gəlsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizi Allah canına sağlıqlı ömür versin və inşallah bu ilin sonuna qədər hardasa çox istəmirəm 3000 abunəçi olsaq çox sevinərəm. Yəni bunu öz kanalımıza diləyirəm. Allah yetirsin və sizin də canınızı sağ eləsin. Öpürəm, öz-özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağlıqlı yaşayın və kanalıma abunə olub, like atıb, yorum yazmağı da unutmursunuz. Hələlik.